Salam, bu günləri sizinlə müəllimlərin işə qəbulu və sertifikasiya imtahanı modelinə tam uyğun ibtidai sinif riyaziyyatı üzrə hazırladığımız sınavın suallarını müzakirə edəcəyik. İstəsəniz videonu saxlayıb, sualları özünüz müstəqil şəkildə həll etməyə çalışa bilərsiniz. Başlayaq suallara. Minliklərə qədər yuvarlaqlaşdırdıqda 5000 alınan rəqəmləri müxtəlif ən böyük ədədlə, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 1500 alınan ən kiçik cüt ədədin fərqini tapın. Minliklərə qədərdir. Yəni, ən böyük ədəd istədiyi üçün 5000-dən böyük ədədi axtaracam. Onlar 5499. Amma bu ədədi yaza bilmərəm. Niyə? Çünki şərtdə bizə rəqəmlərin müxtəlif olan deyir. Ona görə də 9-un birini silib edirəm 8. 5498. İndi keçək ikinci ədədimizə. Yüzlüklərə qədər deyir. Ən kiçik ədəd istədiyi üçün 1500-dən kiçik ədəd axtaracam. Bu da eləyər 1450. Cüt ədəddir, bəli, şərtə uyğundur. İndi bu ədədlərin fərqi lazımdır bizə. 5498 çıxılsa 1450 eləyəcək 4048 D variantı. Keçək ikinci sualımıza. Natural ədədi 17-yə böldükdə alına bilən bütün mümkün qalıqların cəmini tapın. Ümumiyyətlə, natural ədədi n-ə böləndə alına bilən bütün mümkün qalıqların cəmi n vur n çıx 1 bölünsün 2 düsturu ilə hesablanır. Yəni, n-in yerinə 17 qoysam, 17 vurulsun, 17-dən 1 çıxsam 16, bölsəm 2-yə, 16-nı 2-yə bölürəm 8, 17-ni 8-ə vuranda 136 B variantı. Keçək növbətiyə. A, B, C, D və Y nöqtələri düz xətt üzərində ardıcıl yerləşmişdir. Bu nöqtələrin əmələ gətirdiyi parçaların sayının şüaların sayına olan nisbətini tapın. Ümumiyyətlə, düz xətt üzərində n sayda nöqtə verilibsə, yəni də əmələ gələn parçaların sayı n vurulsun n çıx 1 böl 2 düsturu ilə hesablanır. Düz xətt üzərində 5 dənə nöqtə verilib, n-in yerinə 5 qoyuram. 5-dən 1 çıxsam 4 bölünsün 2, bu da eləyəcək 10. Deməli, parçaların sayını tapdıq 10. İndi, əgər düz xətt üzərində n sayda nöqtə verilibsə, alınan şüaların sayı olur 2n. Yəni, 5 dənə nöqtə olduğu üçün şüaların sayı da olacaq 10. İndi biz parçaların sayını tapdıq 10, şüaların sayını tapdıq 10. Nisbəti isə 1-ə bərabər olacaq A variantı. Keçək növbəti suala. Uzunluğu 240 metr olan qatar saatda 72 km sürətlə hərəkət edir. Bu qatar müəyyən bir tunel 45 saniyə tamamilə keçirsə, tunelin uzunluğu neçə metrdir? Bizə qatarın uzunluğu metrlə verilib, zaman saniyə ilə verilib, bir dənə qatarın sürətidir ki, saatda kilometrdir. Biz saatda kilometri belə məsələlərdə saniyədən metrə çeviririk. Necə çeviririk bəs? Yəni, qatarın sürətini həmişə vururuq 18-də 5-ə. Saniyədən metrə çevirmək üçün. İxtisar eləsəm, alınar 20. Yəni, qatarın sürəti saniyədə 20 metrdir. Daha sonra görək qatarın tuneli keçməsi necə hesablanır. Bir dənə kəsr xətti çəkirəm. Sürətdə gedilən yol, yəni məsafə yazılır. Qatarın sürəti 240-dır. Üzərinə gəlirəm, tunelin uzunluğunu da L ilə işarə edək. Üzərinə gəlirəm L-i. Bölürəm qatarın saniyədə metrlə olan sürətinə, yəni 20-yə. Bərabər eləyirəm T-yə. Niyə? Məsafəni, gedilən yolu mən sürətə bölsəm, T-ni, yəni zaman taparam. Zaman da 45 saniyədir. Daha sonra bu tənliyi həll eləyək. Sürəti tapanda nə edirəm? 20-ni 45-ə vururam 900. L üstə 240 bərabərdir 900-ə. L də bərabərdir 900 çıx 240 eləyər 660. Yəni, tunelin uzunluğu 660 metr idi. Keçən növbəti suala. Torbada 4 ağ, 5 qırmızı və 6 göy rəngdə şar var. Torbaya baxmadan ən az neçə şar çıxarmaq lazımdır ki, çıxarılan şarlardan hər rəngdən mütləq ən azı bir dənə olsun. Əgər hər rəngdən ən azı bir dənə olsun deyirsə, mən sayca daha çox olan şarları cəmləyirəm. 5 üstə 6, 11. Üzərinə gəlirəm bir dənə ağ, oldu 12. Yəni, belə tip misallarda ən pis halı nəzərə almaq lazımdır. Tutaq ki, əlimi atıram torbaya, 5 dənə qırmızının hamısı çıxır, 6 dənə göyün hamısı çıxır. Əlimdə 11 dənə şar var, amma bir dənə də olsun ağ yoxdur. Növbəti əlimi atıb torbadan ixtiyari bir şar çıxartdımsa, eləyəcək ağ şar. Çünki torbada 4 dənə ağ şar qalmışdı. O da əlimdəki şarların sayı eləyəcək 12. Yəni, A variantı. Keçək növbəti suala. Rasim sırada öndən 2-ən çıx 3-cü, arxadan isə n üstə gələk 5-ci nəfərdir. Sırada cəmi 34 nəfər olduğu məlumdursa, Rasim öndən neçənci adamdır? Əgər sırada bir nəfərdən söhbət gedirsə, bu tip misallarda nə edirik? Rasimin öndən tutduğu yer 2-ən çıx 3.
Üzərinə gəlirik. Arxadan neçəncidir? En üstə gələk 5. Daha sonra 1 çıxırıq. Niyə? Çünki öndən yeri verilibsə, bu sırada Rasim də var. Arxadan yer verilibsə, bu sırada Rasim də var. Mən bunları cəmləyəndə Rasimi 2 dəfə hesablamış olacağam. Ona görə də 1 çıxıram. Və bərabər edirəm 34-ə. Mən bu tənliyi həll etsəm, taparam 11. Daha sonra öndən yeri soruşur. Rasim öndən neçənci adamdır? Eni yerinə gətirib 11 qoysam, 2-ni 11-ə 22, 22-dən də 3 çıxsam, 19 B variantı. Keçək növbəti sualımıza. 2 cilddən ibarət bədii əsərin birinci cildini səhifələmək üçün 201 rəqəm, ikinci cildini səhifələmək üçün isə 345 rəqəm istifadə olunmuşdur. İkinci cild birinci cilddən neçə səhifə çoxdur? Birinci cild səhifələmək üçün 201 rəqəm istifadə olunub. Gəlin tapaq səhifə sayını. Bir rəqəmli səhifələrin sayı olur 9, rəqəm sayı elə 9-a bərabərdir. 2 rəqəmli səhifə sayı 90 dərdir. Onda başlayır 99-a qədər. Rəqəm sayını tapanda nə edirəm? 2-yə vururam. Yəni 180. O da eləyir 189. Daha sonra mən bu 201 rəqəm var ha. 201 rəqəmin içində 3 rəqəmli səhifələri yazmaq üçün istifadə olunan rəqəm sayı da var. Ona görə 201-dən 189 çıxsam, taparam sırf bu 3 rəqəmli səhifələri yazmaq üçün istifadə olunan rəqəm sayını. Və bu sayı da mən 2-yə bölsəm, daha doğrusu 3-ə bölsəm, taparam 3 rəqəmli səhifə sayını. İndi səhifələrin sayını cəmləyək. 9 dənə tək rəqəmli səhifə, 90 da cüt rəqəmli səhifə və üzərinə gəlirəm 4-ü. Yəni 3 rəqəmli səhifə sayını. Bu da eləyəcək 103. Deməli, birinci cildi səhifələmək üçün 201 rəqəm istifadə olunub və 103 dənə səhifəsi var. İndi keçək ikinci cildə. Deməli, ikinci cildi səhifələmək üçün yenə eyni qayda ilə tək rəqəmli səhifə sayı 9, cüt rəqəmli səhifə sayı 90, rəqəm sayı olacaq 180, alınır 189. Yenə də 345-dən 189 çıxsam, tapıram 156. 156-nı da yenə 3-ə bölsəm, 150-ni 3-ə böləndə 50, 6-nı 3-ə böləndə 2 edir 52. 52 nədir bəs? 3 rəqəmli səhifə sayı. Daha sonra səhifə sayılarını cəmləyək. 1 rəqəmli səhifə sayı 99 dənə, 2 rəqəmli səhifə sayı 90 dənə və 3 rəqəmli səhifə sayı 52 dənə. O da eləyəcək 151. Daha sonra birinci cild ikinci cilddən neçə səhifə çoxdur? Yəni 151-dən 103 çıxıram 48 C variantı. Keçək növbəti suala. Qabda 80 litr 15%li duz məhlulu var idi. Məhlulda müəyyən miqdar su buxarlandırdıqdan sonra üzərinə 10 litr duz əlavə edilərək qarışdırıldı və 40%li yeni məhlul alındı. Qabdan neçə litr su buxarlandırılmışdı? Belə məsələlərdə ilk öncə tapırıq ki, 80 litr 15%li duz məhlulu var. Bunun neçə litr duzdur? Onda 80-in 15%-ni tapacam. 80-i vurub 15-i 100-ə bölsəm 12 litr. Daha sonra bir də kəsr xətti çəkirəm. Duzun, spirtin və s. maddənin miqdarını həmişə yazıram surətdə. Məhlulun ümumi miqdarını yazıram həmişə məxrəcdə. İndi baxaq, məhlulda müəyyən miqdar su buxarlandırdıqda bilmirik nə qədərdir. Ona görə də x ilə işarə edəcəm. Və su buxarlandıranda surətdə olan maddələrin miqdarı dəyişmir. Yəni spirtdir, duzdur və s. Bunlar dəyişilməz qalır. Müəyyən miqdar su buxarlandırıramsa məxrəcdən çıxıram. Daha sonra üzərinə nə əlavə edirik? 10 litr duz. Duz əlavə edəndə həm məhlulun ümumi kütləsi dəyişir, həm də sürətdə maddənin miqdarı dəyişir. Niyə? Çünki 12 litr duz var idi, üzərinə də 10 litr duz gəlmişəm. Olub 22 litr duz və bərabər edirəm nəyə? Axı deyir, qarışdırılandan sonra 40% yeni məhlul alındı. Bərabər edirəm %40-a. %40-ı ixtisarlayanda nə qalır? 5-də 2. Qalır bu tənliyi həll etmək. Çarpaz vururam və x tapıram buradan 35 Y variantı. Yəni qabdan 35 litr su buxarlandırılmışdı. Keçək növbəti suala. Elşadın 3 il əvvəlki yaşı Ərşadın 5 il sonraki yaşına bərabərdir. 2 il sonra onların yaşları cəmi 44 olacaqsa, Ərşadın indiki yaşını tapın. Elşadın yaşını E ilə işarə eləyək. Ərşadın yaşını da Ə ilə işarə eləyək. Elşadın 3 il əvvəlki yaşı deyir, ona görə də 3 çıxıram. Ərşadın 5 il sonraki yaşı deyir, ona görə də üzərinə 5 əlavə eləyirəm. İndi Ərşadın yaşını sola keçsəm, çıxma ilə olacaq. Elşad çıxılsın Ərşad, yəni 3 də mənfidir. Sağa keçdən də müsbət eləyir. Gəlin yazaq görək nə alındı. Elşad çıxılsın
Ərşadın yaşı bərabərdir. 5-in üzərindən 3 gəlsəm 8. İndi baxaq bir məqama. Deyir ki, 2 il sonra onların yaşları cəmi 44 olacaq. Deməli, 2 il sonra həm Elşad 2 yaş böyüyəcək, həm də Ərşad 2 yaş böyüyəcək. Deməli, bunların yaşları cəmi də 4 yaş artacaq. Bəs indiki yaşların cəmi nə qədərdir? 44-dən 4 çıxıram, eləyir 40. Yəni, Elşadın indiki yaşı, Ərşadın indiki yaşı bərabər olur 40-a. Alındı sadə bir sistem tənliyi. Bunu həll etməyi necə eləyək? Tərəf-tərəfə toplayaq. Onda Ərşadın yaşı ixtisar gedir. 2 vurulsun Elşadın yaşı bərabər 48. Elşadın da yaşını tapıraq 24. Bizdən sualda nə soruşur? Ərşadın indiki yaşı. İkisinin cəmi 40-dırsa, biri 24 olanda o ikisi də olur 16 C variantı. Keçək növbəti suala. Qab su ilə tam dolu olduqda çəkisi 28 kiloqram, yarısı boş olduqda isə 16 kiloqramdır. Bu qabın 3də 2 hissəsi su ilə dolu olduqda ümumi çəkisi neçə kiloqram olar? Qabın kütləsini Q ilə işarə eləyək. Deyək ki, maksimal tutduğu suyun miqdarında S ilə işarə eləyək. Tam dolu olanda deyir ki, 28 kiloqrama bərabər olur. Deyir ki, yarısı boş olanda qabın kütləsi dəyişmir ki, olduğu kimi qalır. Üzərinə gəlirəm. Yarısı deyirsə, suyun tam kütləsini bölürəm 2-yə, bərabər olur neçəyə? 16-ya. Yəni də sadə bir sistem tənliyi alındı. Mən bunları tərəf-tərəfə çıxsam, qabın kütləsi ixtisar gedər. Qalar nə? S çıxılsın, S bölünsün 2. Bu da nəyə bərabər olar? S bölünsün 2-yə, düzdür? Və sağ tərəfdə tərəf-tərəfə çıxıram. 28-dən 16-nı çıxanda 12. Nəyə 2-yə böləndə 12 eləyir? 24. Deməli, suyun tam kütləsi olur 24. Qabın kütləsi bəs nəyə bərabər olur? 24-ün üstünə nə gəlsəm 28 eləyər? 4. Deməli, qabın kütləsi də bərabər olur 4-ə. İndi, bu qabın 3də 2 hissəsi su ilə dolu olduqda ümumi çəkisi neçə kiloqram olar? Qabın 3də 2 hissəsi su ilə dolu olarsa, deməli, suyun kütləsinin 3də 2 hissəsi lazımdır bizə. 24-ü 3də 2-yə vursam, eləyər 16. Və qabın kütləsi dəyişmir ki, yenə 4 olaraq qalır. 16-nın üstünə 4 eləyəcək 20 B variantı. Keçin növbəti suala. Humay hədiyyə paketinə bağlamaq üçün uzun bir lentin 7də 2 hissəsini qayçı ilə kəsdi. Lentin mərkəz nöqtəsi 8 sm yerindəyişdirsə, lent kəsilməmişdən əvvəl uzunluğu neçə santimetr idi? Bir qayda olaraq yadımızda saxlayaq ki, parçanın orta nöqtəsi və yaxud mərkəz nöqtəsi kəsilən hissənin yarısı qədər yerini dəyişir. Kəsilən hissə nədir? 7də 2. Yarısı nə olur? 7də 1. Deməli, mən 7də 1x bərabər eləyirəm. Mərkəz nöqtə nə qədər yerini dəyişib? 8 sm. 8-ə. Mən buradan parçanın uzunluğunu tapıram. 56. Yəni, Y variantı. Keçən növbəti suala. 5 hektar çıxılsın 12 ar fərqi neçə kvadrat metrə bərabərdir? Ümumiyyətlə, 1 hektar 10.000 kvadrat metrə bərabərdir. Bunları yadımızda saxlayaq. 1 ar isə ara bəzən sotda deyirlər 100 kvadrat metrə bərabərdir. İndi 5 hektar nəyə bərabər olacaq? 50.000 kvadrat metrə. 12 ar nəyə bərabər olacaq? 12-ni vuracam 100-ə 1200 kvadrat metrə. 50.000-dən də 1200-ü çıxsam 48.800 A variantı. Keçək növbəti sualımıza. Deməli, A şəhərindən sürəti 70 km/saat olan bir avtomobil yola düşdü. 2 saat sonra onun arxasınca eyni istiqamətdə sürəti 95 km/saat olan ikinci bir avtomobil hərəkətə başladı. İkinci avtomobil birinciyə neçə saat sonra çatar? Deməli, birinci avtomobil hərəkətə başlayıb 2 saat yol gedib. Yəni, 70-i vururam 2-yə, 140 km yol gedib. Bu 140 km yol gedəndən sonra ikinci arxasıca hərəkətə başlayır. Deməli, ikinci hərəkətə başlayanda bunların arasında 140 km fərq var. İndi baxaq, birinin sürəti 70-dir, o birinin sürəti də 95-dir. Deməli, hər saatda bu 70 km gedir, bu da hər saatda 95 km gedir. İkisinin arasında nə qədər məsafə fərqi yaranır hər saatda? 95-dən çıxıram 70-i 25. Deməli, hər saat onların arasında 25 km fərq yaranır. İndi bu 140 km məsafəni qapatmaq üçün nə qədər zaman lazım olar? Ona görə də 140-ı bölürəm 25-ə, eləyir 5,6 saat. Yəni, 13-cü sualda cavab D variantı. Keçək 14-ə.
Eyni gücdə 6 traktor bir tarlanı 12 günə şumlayır. Traktorların sayı 2 vahid azalarsa, həmin tarla neçə günə şumlanar? Traktorların sayını biz artıranda iş daha tez qutaracaq. Azaldanda isə daha gec qutaracaq. Deməli, tərs mütənasib asılıdırlar. Deməli, 6 traktor 12 günə şumlayır. Traktorların sayını 2 vahid azaldırıq. Bəs 4 traktor neçə günə şumlayır? Tərs mütənasib olanda biz tənasibi necə həll edirik? Qarşı-qarşıya vurmaqla. Yəni 4x bərabərdir 6 vurulsun 12. 6 10 kimi 72, 4-ü 72-ni 4-ə bölsəm x tapıram 18D variantı. Keçək 15-ə. Rəqəmləri müxtəlif olan 5 rəqəmli ədəd 5-ə və 9-a qalıqsız bölünür. Bu şərtə görə x, y hasilinin ala biləcəyi ən böyük qiymət neçədir? Yada salaq 5-ə bölünmə qaydasını. Hansı ədədlər 5-ə qalıqsız bölünürdü? Ya sonu 0 olmalıdır, ya da 5 olmalıdır. İndi baxaq sonu 0 olarsa nə baş verər? Y 0 olsa, x neçə olur olsun, x, y hasildə 0 eləyəcək. Çünki 0-ı nəyə vursan 0 eləyir. Amma bizə ən böyük qiyməti istəyir. Ona görə bunu hələlik qoyaq kənara. Y başqa nə ola bilər dedik? 5 ola bilərdi ki, 5-ə qalıqsız bölünsün. Yazaq ədədimizi 17, x, 8, bir də sonunda 5. İndi 9-a bölünmə qaydasından istifadə eləyək. Hansı ədədlər 9-a qalıqsız bölünür? Rəqəmləri cəmi 9-a bölünür. Rəqəmlərini cəmləyək. 1 üstünə 7, 8, 8 üstünə 8, 16, 16 üstünə 5, 21. Üzərinə də bir dənə x gəlirəm. Olur 21 üstə x. X-in yerinə nə qoyaq ki, 21 üstə gələ x cəmi 9-a bölünsün? 6 təbii ki də. Deməli, x-i də qoyuram 6. Y neçə yazmışdım? 5. 6, 5-im hasil eləyəcək 30. Yəni cavab B variantı. Keçək 16-ya. Murad pilləkənləri 2-2 çıxıb 3-3 düşür. Çıxarkən atdığı addımların sayı, düşərkən atdığı addımların sayından 6 addım çoxdur. Murad qalxarkən hər addıma 2 saniyə, düşərkən isə hər addıma 1 saniyə vaxt sərf edərsə, bütün hərəkətə cəmi neçə saniyə zaman xərcləyər? Biz pilləkənlərin sayını x-la işarə eləyək. Çıxanda 2-2 çıxırsa, görək bu neçə addıma çıxıb. Ona görə də pilləkənlərin sayını bölürəm 2-yə, taparam çıxarkən addım sayını. İndi düşəndə də 3-3 düşür. Yenə də pilləkənlərin sayını bölürəm 3-ə, 3-3 düşür. Taparam addım sayını, düşəndə neçə addıma düşdüyünü. Deyir axı burada. Çıxarkən addım sayı, düşərkən addım sayından 6 addım çoxdur. Deməli, bu addım saylarını bir-birindən çıxsam, bərabər olar 6-ya. Bu sadə tənliyi həll eləsək, x-i buradan taparaq 36. Daha sonra, indi Murad qalxarkən hər addıma 2 saniyə sərf eləyib. Görək neçə addım atıb qalxanda. Pilləkənlərin sayı 36 idi. Çıxarkən 2-2 çıxır, ona görə 36-nı bölürəm 2-yə. Tapıram ki, 18 addıma çıxır. Çıxanda 1 addım 2 saniyədirsə, 18 addım olacaq 36 saniyə. Deməli, çıxanda bu pilləkənin 36 saniyə çıxır. Düşərkən isə hər addıma 1 saniyə vaxt sərf edirsə, yəni də pilləkənlərin sayı 36-dır. Düşərkən 3-3 düşür, 36-nı bölürəm 3-ə. Tapıram ki, bu 12 addıma düşür. Hər addımı da 1 saniyə düşdüyünə görə 12-ni 1-ə vursam, deməli, düşməyə 12 saniyə vaxt sərf edir. Mən bunları toplasam, eləyər 48. Deməli, çıxmağa da, düşməyə də birlikdə 48 saniyə zaman sərf edib Y variantı. Keçək növbəti suala. Rəqəmləri müxtəlif olan 3 müxtəlif 3 rəqəmli ədədin cəmi 620-dir. Bu ədədlərdən ən böyük, ən çox neçə ola bilər? Əgər 3 dənə və yaxud 4 dənə ədəddən söhbət gedirsə, ən böyüyü, ən çox neçə ola bilər deyirsə, biz digər ədədləri, qalan ədədləri ən kiçik götürməliyik. 3 rəqəmli deyir, rəqəmləri müxtəlif olan deyir, ən kiçik 3 rəqəmli ədəd hansıdır? 100-dür. Amma 100 ola bilmir. Niyə? Çünki rəqəmləri müxtəlif olan deyil. Baxaq görə 101 o da ola bilmir. Deməli 102 götürəcək ki, rəqəmləri müxtəlif olsun. Bu bizim birinci ədədimiz. İndi ikinci ədədə də 102, ikinci ədədi də 102 götürərdik, amma götürə bilmirik. Niyə? Çünki 3 müxtəlif ədəd deyir. Ona görə də ikinci ədədə 103 götürürük. Deməli 2 dənə ədədi qiymətləndirdik. Daha sonra deyir ki, cəmi 620-dir. Cəmi 620 dediyinə görə 620-dən mən bu ikisinin cəmini çıxsam, eləyər 415. 415-in də rəqəmləri müxtəlifdirmi? Yoxdur. Yox, bəli. Deməli, B variantı. Keçək növbəti suala. Bərabər yanlı üçbucağın iki tərəfi 7 sm və 15 sm-dir.
Bu üçbucağın perimetrini tapın. Burada bax 2 dənə hala. Birinci, deyək ki, üçbucağın yan tərəfləri 7, 7, oturacağı 15 olsun. İndi üçbucaq bərabərsizliyindən istifadə edilir. Üçbucaq bərabərsizliyi nə idi? Üçbucağın bir tərəfi həmişə digər iki tərəfin cəmindən kiçik olur, fərqindən də böyük. 7-nin üstünə 7 14, amma cəmindən kiçik deyil 15. Deməli, belə bir üçbucaq ola bilməz. Üçbucaq bərabərsizliyinə ziddir. Baxın, görək bu halda perimetr nə eləyəcək? 7, 7, 14, 14, 15, 29. Variantlarda çaşdırmaq üçün 29 da verilib. Baxaq o biri hala. Deyək ki, yan tərəflər 15, 15-dir. Oturacağı isə 7-dir. Yenə də üçbucaq bərabərsizliyi. Üçbucağın bir tərəfi digər iki tərəfin fərqindən böyük. Bəli, fərqindən böyükdür. Cəmindən isə kiçikdir. 30-dan kiçikdir 7. Bəli, ödənilir. Perimetri tapaq. 37. Eləyir cavab burada B variantı. Keçək növbəti sualımıza. Deməli, kilosu 8 manat olan 4 kiloqram konfetlə kilosu 13 manat olan bir neçə kiloqram konfeti qarışdırdılar. Qarışığın 1 kiloqramının qiyməti 11 manat olarsa, ikinci konfetdən neçə kiloqram qatılmışdır? Əvvəlcə hesablayaq görək ki, konfetə ümumiyyətlə nə qədər pul xərclənib. Deməli, 4 kiloqram alıblar, kilosu da 8 manat. 8 vurulsun 4. Tapıram 32 manat xərclənib birinci konfetə. Üzərinə gəlirəm. Kilosu 13 manat olan bir neçə kiloqram konfet. Bilmirəm ki, neçə kiloqramdır. X ilə işarə eləyirəm. Nə qədər pul verilib? 13x qədər. Bu konfetə verilən ümumi puldur. Əgər mən konfetə verilən ümumi pulu konfetin kütləsinə bölsəm, yəni kütləsi nə qədər? 4 birincidə idi. Üzərinə gəlirəm. X də ikincidə idi. Əgər konfetə verilən ümumi pulu mən konfetin kütləsinə bölsəm, taparam 1 kiloqrama düşən qiyməti, yəni 11 manatı. Bu tənliyi həll etsək, buradan x taparıq 6, yəni ikinci konfetdən 6 kiloqram qatılmışdır C variantı. Keçək növbəti suala. Oturacağın tərəfləri 3-ün 4 nisbətində, hündürlüyü isə 5 sm olan kuboidin bütün tillərinin uzunluqları cəmi 76 sm olarsa, bu kuboidin tam səthinin sahəsini tapın. Kuboid hansı figurdur? Düzbucaqlı paralelped. Neçə tili var? 12 tili var. Deyək ki, oturacağın tərəfləri 3-ün 4-dədir. Biri 3x-dır, o biri 4x-dır və hündürlüyünü də bizə verib 5. Deməli, xətti ölçüləri 3x, 4x və 5-dir. Deyək ki, bütün tillərinin uzunluqları cəmi 76-dır. Hər tildən 4 saydadır. Yəni, oturacaq 2 dənə oturacaq var. Hərəsində 2 dənə n olanda, deyək, 4 dənə n olur, 4 dənə uzunluq olur və 4 dənə də hündürlüyü olur. Ona görə də cəmi 76 deyirsə, bunları cəmləyirəm. 7x üstə gələ 5. Cəmləyirəm. Hərəsindən 4 sayda olduğuna görə vururam 4-ə. Bərabər eləyir 76. İndi hər tərəf 4-ə bölsəm, 76-nı 4-ə bölürəm 19. Bu tənliyi həll etsəm, 7x bərabərdir 19-dan 5-ə 14. X da tapıram 2. İndi x-i 2 tapandan sonra gətirib qoyaq yerinə tillərin uzunluğunu tapaq. X 2-dirsə, gətirib qoyuram yerinə. 3, 2, 6. Deməli, xətti ölçüləri 6 imiş biri. Digəri 4, 2, 8, 8 imiş o birisi. Digəri də 5. Hündürlük 5. Yəni 6, 8 və 5. Xətti ölçülərini tapdıq. Bizdən nə istəyir? Kuboidin tam səthinin sahəsi. Kuboidin tam səthinin sahəsini necə hesablayırdıq? S tam bərabərdir 2 vurulsun AB üstə AC üstə gələ BC. Yerinə qoyub hesablasaq, burada cavabı taparıq 236, yəni A variantı.